Gəl düz danışaq. JPEG və PNG arasındakı fərqi bilmədən də dizayner işləyə bilərsən. Amma qrafik dizayner olaraq bu ikisi arasındakı fərqi mütləq bilməlisən. Söhbət vektor və raster formatlarından gedir. Əslində bu ikisi arasındakı fərq olduqca sadədir. Digital kameralarla çəkilən bütün şəkillər raster formatındadır. Raster formatında olan bir şəklə yaxınlaşdıqda burada keyfiyyətin azaldığını və piksel adlanan xırda rəngli kvadratlardan ibarət olduğunu görəcəksən. Digər tərəfdən vektor formatında olan bir şəklə yaxınlaşdıqda heç bir keyfiyyət itkisi görünməyəcək. Bunun səbəbi də vektorların piksellərdən yox, riyazi hesablamalardan ibarət olmasıdır. Narahat olma, sən heç bir şey hesablamırsan. İllüstrasiyalar, loqolar və ikonlar həmişə vektor formatında hazırlanmalıdır. Bəs bunları bilməmiz nəyə lazımdır? Məqsəd sənin məntiqini gücləndirməkdir. Bu ikisi arasındakı fərqi biləndən sonra artıq Photoshopda loqo hazırlamayacaqsan. Çünki bu proqram raster əsaslıdır. Illustratorda şəkil manipulyasiyaları hazırlamağa çalışmayacaqsan. Çünki bu proqram vektor əsaslıdır. Son olaraq raster formatını bu fayllar, vektor formatını isə bu fayllar dəstəkləyir. İndi sən də bu formatların nə işə yaradığını bildiyinə görə daha yaxşı dizaynersən.